tapşırıq və əmr gələndə sənin həyatında xoş bir hadisə baş verir. Allahu Ekber ki deyildi, namaz vaxtı çatdı, ay ki görsəndi, oruc oldu, xoş bir hadisə baş verir. Sevin. Qoy elə sevin, qıraqdan baxanlar sənə desinlər ki, qardaş, nə olub belə, nə sevinirsən, nə baş verib, bilmirsiniz nə baş verib, gözəl bir hadisə baş verib. Qardaş, nə baş verib? Allahımdan mənə tapşırıq gəlib. Yaxşı, indi bir adam bu cür sevinsə, biz insanlar qıraqdan bunu necə başa düşərik? Çoxumuz, bəzilərimiz deyərik ki, bunun başı xarab olub deyəsən, bu dəli olub deyəsən. Çünki biz hökmü o cür başa düşmürük axı. Hökmlü də gəlib də. Burada sevinməyə nə var ki? Bəli, insan onu hiss eləyir ki, Allahım mənə dəyər verdi, Allahım məni çox istəyir. Ona görə mən şad, xürrəməm. İnsanın həyatında xoş bir hadisə baş verəndə insan necə olur? Əhval-ruhiyyəsi necə olur? Bax, Novruz günləridir. Novruzun duası var. Ya muhavviləl əhval, havvil halana ila əhsənil hal. Ey insanın halını çevirən, bizim də halımızı gözəl bir hala çevir. Allahümmə qəyyir su'ə halina ila bihusni halik. Pis halımızı yaxşı hala çöndər. Bu pis halda mən yaşayıram. Tapşırığı yük kimi bilirəm, borc kimi bilirəm. Başqasına nisbət yaxşıdır, amma bundan üstün dərəcəyə nisbət yaxşı deyil. Çünki mən onu o cür hiss eləyəndə dedim nəticəsi nə olacaq. Adam, məsələn, tez bazar yerinə yetirəcək onu. Çünki yük bilir axı. Narahat bilir özü üçün. Amma ləzzətli bir şey biləndə nə cür yaşayır onu? Elə xoş qəbul edir ki, deyirəm, rahatlandım. Məsələn, biz namazı qılıb qutarandan sonra deyirik, rahatlandım. Elə bir rahatçılıq gəlir. Amma Peyğəmbər namazdan qabaq deyirdi ki, Bilal bizi rahatda, yəni namaz vaxtı gəldi, rahatçılığımızın vaxtı gəldi. Gör, rahatçılıq bizdə namazdan sonra gəlir. Amma Allah övliyalarında namazdan qabaq tapşırıq gələndə. Gün o gün olsun ki, tapşırıq gələndə özümüzü rahat hiss eləyək. Nəinki tapşırıq gələndə narahat olaq və deyək ki, yük kimi bilirəm özümdə, bizcə bunu başa vurum, qoy rahatlaşım. Bax, biz hal-hazırda bu cürük. Allah bizi daha gözəl məqama çatdırsın. O üstün məqam ki, biz rahatçılığı tapşırıq əməl eləyəndən sonra yox, tapşırıq əmri gələndə əməldən qabaq hiss eləyək. Əməldən qabaq hiss eləyək. Göstəriş və əmr insan üçün arzu olunan bir şeydir. Ona görə hədislərdə var ki, əsl möminlər üçün bu cürdür. Göstəriş arzu olunan bir şeydir ki, nə olaydı mənə göstəriş verəydi. Gəlir elə ki deyir, dəstəmaz alırsan, gəlirsən səccadəni sərirsən, möhrübü qoyursan, oturursan, gözləyirsən ha, ki 3 dəqiqəyə, 5 dəqiqəyə namaz olacaq və mən azan veriləcək, mən namaz. O gözləmənin özü barədə hədislər nələr deyir? Nə qədər Allah savab verir ona? Hədislərdə var ki, Allah mələklərinə fəxr eləyir ki, mələklərim, görürsünüz mənim bəndəm necə gözləyir, mənim göstərişimi gözləyir ki, Allahımdan indi mənə göstəriş gələcək. Bəh, nə gözəl. Rahatlayacam mən, bütün dünyanın qəmi yükü götürüləcək məndən. Rahatlayacam. Mən rahatçılığı göstərişi alanda tapıram. Bəli, bax bu məqam çox gözəl bir məqamdır ki, Allah hamımıza qismət eləsin. Bu Novruz günündə də bu duaları eləyirik ki, Ya muhavviləl havli vəl əhval, ey halları, əhvalı dəyişdirən Allah, havvil halana ila əhsənil hal, halımızı ən gözəl hala döndər ki, səndən tapşırıq gələndə bizə halımız qəşəng olsun, özümüzü rahat hiss eləyək, özümüzü cənnətdə hiss eləyək, bilək ki, Allahımız bizə nə cür nəzər elədi, xüsusi lütf göndərdi, bizə əmr göndərdi və biz o əmrin intizarındayıq. Əmri gözləmək bilirsiniz nə xoş bir təsadüfdür insan həyatında, nə xoş bir hadisədir insan həyatında. Sən əmr gözləyirsən, göstəriş gözləyirsən. Bu gözləməyin özündə Allah xüsusi bir lütf qoyub ki, bax o gözəl lütfi Allah bizə qismət eləsin inşallah.